görüm bu həqiqətən həmən pulu vuracaq benzinə ya vurmayacaq. Vurmasa ağzına p*** koyacağım, dayan darıxma. It's very okay. Okay. Mas necəsən? Good. Oyda. Oyda, qaqaş. These ones are my Good. needles. Needles. Yes, they cut. Bunlar bu tahtını gözünün ətrafına kəsər eləyirlər. And you have, onda da var, baxın. Deməli nədir bu? Qardaş mənə orada Dar es Salaamda, Astanovkada gözləyəndə avtobusu mənə kontakt verdi ki, bu kontaktla danış, bunlardan safari falan turları götür. Adam dedi ki, mənim hostelum var, gələ mənim hostelimda qal, turdan kənarda belə deyək. Mən də razılaşdım, dedim gəl mənə götürərsən avtobusdan düşəndə. O da dedi, okey, amma indi yoxdur. Yığmışam ki, hardasan? Deyir ki, üzrü say, mən elə bilmişəm, sən axşam gəlirsən, indi gəlirəm, 15-20 dəqiqə çatmalıdır. Biraz təhlükəli görsənir, amma düşünmürəm təhlükəlidir. Çox kasıbdılar. Əlimdə mənim faktiki iPhone görürlər, GoPro görürlər, çantamı görürlər. İnternetdə oxuduğuma görə bunlar çantalı turist görəndə elə bilirlər ki, onun içərisi pulla doludur. Bu cəhətdən biraz təhlükəlidir və çox kasıbdılar. Görünüşlərinə hiss olunur kasıblıqları. Ən pis vəziyyət odur ki, tam indi alt üst geyinib, mən şortikdə və maykadayam. Havanın soyuq olacağını bilmirdim. Biz Kilimanjaro əhatəsindəyik təqribi olaraq. Arusha yaxındır Kilimanjaroya və buranın belə başa düşdüm dağlıq ərazidə tam anlamıram. Çünki qaranlıqda gəlmişəm və xəritəyə baxmamışam. Amma hava çox soyuqdur, yağış da xırda-xırda atır. Necə dolanacağım, necə olacaq bilmirəm. Çox soyuqdur, onu bilirəm. Üşüyürəm bu dəqiqə. Amma da neyniyək, planlamamızı eləmədiyimizə görə bax belə səhvlər başımıza gəlir. Qardaş təsadüfən yaxınlaşdı ki, sən safari tur falan istəyirsən, dedim hə. İndi mənə köməklik göstərməyə çalışır, yəni ki özünün də xeyri var o öz yerində, o heç. Amma köməklik göstərməyə çalışır, dedim hara getmək istəyirəm. Zəng gelir dost tanışına ki bir şey düzəltsin mənim üçün. Əslən mənə sərf eləyir, çünki mənim yazdığım bəlkə bir 10 dənə adamdan çox adam var, bilməm, sayı dəqiq bilməm, ondan çox olmalı adam var. Bunların hamısı mənə tək olaraq qiymət deyib deyənə mənə sərf eləmir, mənə qrup lazım. I want to group to Hadzabe and want safari group to Ngorongoro. Can you do discount for me? It's okay for me. Yes, 200 it's okay. It's okay for me. Sərf edir, çox sərf edir. 200 dollara mən tapa bilməzdim. Sağ olsun, bəxtimə çıxdı belə bir şey. Okay guys, mən yalan doğru dedi ki 250 dollara səni özüm aparıram Hadzabeyə və biz bir gün qalmalıyıq deyir orada. Orada deyəndə bilmədim, yolda, oteldə, yaxşı yoxdur ingilis dilisi. Qalmalıyıq və sonra gedirik Qəbləyə, Qəblədən də bir sözlə də bugün gediriksə sabah qayıdacaq bir də Qəblədən. Biri günə də mən məcbur şey eləyirəm də avtomatik safari götürürəm. Mənim də burada 3 gün vaxtım var, çox vaxtım yoxdur. Ki mənim artıq Dar es Salaamdan bəlli bir saatda uçuşum var, orada çatdırmalıyam. Bilməm, indi danışsın görüm, gedim ofisə, bilet alım. Görüm nədir bu, amma şeydir də, bunun mənə Hadzabe yaparmağı şey deyil. Səndən ofis məsələsi deyil, kampaniya məsələsi deyil, şəxsi olaraq. Gətirdi məni bura, haradakı mən safarini ödənişi eləyib danışacağım yerə. Yolda təsadüfi qarşılaşmışam. Gətirdi məni bura, yolda da mənə qəşəcə pişirdi ki, mən səni özüm aparacağım Qəbləyə, narahat olma. Onlar böyük maşından gedirlər, yenə baha gedirlər və s. və ilaxır. Sadəcə olaraq deyir ki, biz getsək ora, sən əgər ovla da məşğul olmaqsan, orada 2 dənə variant var da. Ya gedirsən prosta Qəbləni görürsən, çıxırsan və yaxud Qəblə ilə bərabər ov eləmək söhbəti də var. Mən ov da eləmək istəyirəm, onlarla bir yerdə bildiyin ova çıxmaq istəyirəm. Dedə əgər ov eləmək istəyirsənsə, biz gərək qalaq orada. Qalaq, sabah gün sən ov eləyəsən. Ümid edirəm fikrimi anladınız da. İndi mən qalmışam belə, bu adam sadə bir adamdır. Okey, qiymət cəhətdən mənə sərf eləyir. İngilisini çox güclü bilmirəm, amma bir təhər anlaşırıq.
Bilməm nə dərəcə güvənim, güvənməyim ki, öz-özümə də düşünürəm ki, sənə nə lazımdır? Macəra lazım deyildi. Get macəranla məşğul ol da. Eləyəsən, eləməyəsən, eləməyəsən. Priключение lazımdır. Bu da elə əlimə düşən şəraitdir. Bilmirəm, eləyim, eləməyim. Sadəcə olaraq burada olan günlərimin heyfə getməyindən narahatam. Birdən istədiyim kimi eləməz və yaxud mənə lazım olan yerə məni aparmaz. Mən peşman olaram. Belə ondan narahatam. Və mən Çabanı görmək istəyirəm. Hacıda bir də belə bir qəbilədə adam var, çox məşhurdur. Hər gələn, o qəbiləyə gələnlərin hamısı Çabanı çəkirlər. Çaba da çox şən, pasiv bir adamdır. Gedib onu görmək istəyirəm. $250 pul deyir mənə. $250 okey də, yəni onsuz obslər hamısı bahadır. $450, $500, yəni hansı ki tək gedirəm deyənə. Bu indi $250 razılaşmışam bununla. Burada başqa bir safari tur maşınları gördüm. Getdim, yaxınlaşdım. Soruşdum ki, bu adam mənə belə bir təklif eləyibdi ki, Hacı bəy gedirik və bir gün qalmalısan. Çünki sən ov eləmək istəyirsən, əgər belədirsə sən bir gün qalmalısan. Bu düzdür, düz demir, dedi, düz deyir. Çünki mümkün deyil deyir. Onlar deyir səhər ov eləyirlər. Sən ova qalmaq istənsə səhər onlarla bir yerdə olmalısan. Adam da düz deyir ki, mən gedib harca qalmalıyam və səhər ova çıxmam, sonra haftanın günortadan sonra harca gəlib çatmalıyam mən buralara. Bu aydındır. Və əlavə də bunlarla danışdım ki, mən əgər digər adamla safariyə getmə imkanım olmasa, siz mənə 100%'lik şey verəsiniz. Dedi, hə, $240 pul dedi, amma indirim istədim, dedi, danışarıq. Yəni ki, bunda $200 razı sala bilərəm. Hal-hazır ki, adam $250 mənə Hacı yaparır, gedirəm, başıma nə gələcək bilmirəm, çünki adamı tanımıram və adam gid deyil, tamamilə adi bir adamdır, deyir, sadəcə tanıyıram oraları, gedək səni aparacam. Yetimin heç pulu yoxdur, benzin pulusu da yoxdur. Mənə deyir ki, mənə verəcəyim pulu nə olar? Gedək xırdalayam, mənim də benzin vura bilim. Dedim, okey, indi gəlib pulu xırdalayacağım, müəyyən bir hissəsini ona verəcəm benzin, amma bütün pulu sonda verəcəm. Okey. Biz elə bu ilə hostelda qalmalıyıq. Hostelun pulunu necə verəcək? Bu biraz hoqqa vermək istəyir. Mən də buna imkan verməyəcəm hoqqa versəm. Belə bilir ki, qurtdu, mən bundan da buradan. Gömün başını oynatsam darıqma. Okay. Give me all, please. I will pay you, don't worry. It's okay. Give me. I'll get. Okay. Yeah, and this one? I will give you, don't worry, it's okay. Götürdüm pulu, bir başqa pul götürdük. $250 bu boyda pul düşdü. 500 də fırladı, attı qəpiyi cibinə. Bir orada xırdalayanda qəpiyi də verdilər. Onu attı cibinə. Elə bili görmədim. Gördüm, amma dinlənmədim. Prosta yaz. Kələ göz orada da, mənə fırladır. Hələ gəldik benzin vurmağa, buna mən verdim 250.000 şilin ki, bu benzin vursun. Mən düşdüm ki, görüm bu həqiqətən həmən pulu vuracaq benzinə, ya vurmayacaq. Vurmasa ağzına qoyacam, dayan darıxma. You pay, not pay all. Vurmasa ağzına qoyacam, dayan darıxma. This is come back with another site in Propul, check around. Okay. Arvada hal-hazırda atsot verir ki, mən gedirəm Hacı abiyə, qalacam orada yatacam. Arvada dəli olub, kralı hara yersən. Sənin nə işin var orada? İzah edir indi bitər, yola gətirməyə çalışır. Yol üstü mənə gətirdi African Art Gallery-yə ki, pulsuzdur, freedir. Gəl girək, bax, yolumuzun üstüdür. Mən də gəldim, indi girəcəm, yəni içərin gələcəm. İndi hardasa check-in eləmək lazımdır. Niyə lazım bu check-in bilmirəm. İndi ora gedirik. Əslində deyilənə görə buranın mütləq görülməli olan yerlərindəndir. İnternetdə də görmüşdüm. Afrikanın, yəni Tanzaniyanın incəsənəti ilə bağlı. Çox şeylər var burada. Sadəcə çox qarışıq və böyük bir məkandır. Və hava da soyuqdur mən üçün hal-hazırda. Üşüyürəm deyənə. Heç burada qalmaq istəmirəm, amma yenə də gəzirəm, baxım görüm nə var, nə yox burada. Xüsusi heç nə görmürəm. Yəni bildiyimiz şeylər və suvenirlər, rəsm əsərlərdir. Suvenirlərdir. Yəni bunların ümumi yaradıcılıqlarıdır. Yəni ki, bəlli bir rəssamlarının, bəlli bir heykəltaraşlarının gördüyü işlərdə yerləşdiriblər bu muzeyə və gələn insanlar baxırlar, gedirlər. Digər tərəfdə suvenirlər falan satılır, paltar satılır və bu kimi digər əşyalar ki, turistlərə maraqlı olan şeylər. Amma mənə bunlar maraqlı deyil və bunlar satış deyil, bunlar hamısının altında aid olduğu adamın adı yazılıbdır, qeyd olunubdur. Məkan özü də belə bir məkandır, ümid edirəm görsənir. Belə göstərim bir dənə yavaş, yavaş.
çox mərtəbəlidir. Və 90% rəsm əsərləri, heykəl taraşdıq, nimlər məsəl üçün. Satılır bu. Bu satılır. Hansıdır bilmirəm, $1100. Yəni ki budur. Bu $1400. Hamısı satılır. Hamısının satışı da mövcuddur. Okey. Millət deməli soruşdum bundan deyir 3-4 saata çatacaq biz Hacızadenin kəndinə. 10-12 saat aralığı, dəqiq saat yadımda deyil. Aruşa yol gəlmişəm. 1 saat digər məni götürməli olan adamı gözləmişəm. Küçədə dona-dona. Və sonra bu adam çıxdı qarşıma və bayaqdan səhər saat, yəni 7-nin yarısı çatmışam da mən. 1 saat belə hesablayın. Qalan vaxtı bayaqdan bundan maşında harasa gedirəm. Axır ki yola düzəlmişik, davam edirik, gedirik Hacızadeyə. Mən bu səyahətimi belə görürəm ki 99% hissəsi ancaq yollarda keçdi. Okey, əsas məqsədə çatanacandı, amma çox yorğunam. Yolun adamı yorduğu kimi heç nə yormur. Çox yorğunam, acam, istədiyim yeməkləri görə bilmirəm, yeyə bilmirəm. Yetərli formada Avropa sayağı bir restoran yoxdur, götürüm burgerdən falandan, pizzadan nəsə yiyib, qarnım doysun. Elə yeməklər ki, bunların özünə məxsusdur, mən də iyrənirəm, yeyə bilmirəm, ac qalmışam, ancaq kofe ilə dolanıram. Yolla gedirdik Hacızadeyə tərəf. Mənə dedi ki, burada sağda böyük ilanların olduğu yer var. Müxtəlif ilanlar var burada və həmçinin Masayinin muzeyi var, Masaya qəbiləsinin muzeyi var. Dedim, okey də, yəni vaxtımız var, 3-4 saatlıq yolumuz var. Gedib orada bugün yatıb, zaten Hacızadeyə sabah gedəcəksə, niyə gedib həmən yerdə vaxt itirək? Let's go to ilanlar. Gəldi ilanların yanına, indi girəcək içəri. Dediyinə görə giriş $20'dır. İndi mən bundan endirim də istəyəcəm. Görüm endirim də eləsə nə zor. Eləməsə də heç nə verəcəm olsa həmən pulu. Guys, bu ilanın skeletidir. Baxın, ilanın sümüyü daxildə belə olur. Mən bilmirdim. Mən indi görürəm. Onurğanın sayına baxın, yəni arasındakı uydu. Bu yəni nə deməkdir? Buna bax. Okey, burada biz ilan və krokodillər görəcəyik, timsahlar görəcəyik. Və mənə dedi ki, $20 pulumu aldı. Dedim qaqaşıma $20 o münasibətlə verirəm ki, sən mənə icazə verirsən, mən ilana toxunacam. This one is mainly a freshwater crocodile. Okay. Alligator, but they look alike. Okay. These ones do prefer sleeping or mostly spend their lives in freshwater. Okay, it's only in Tanzania? Yeah, it's only in Tanzania. Okay. Especially in Ancaq Tanzaniyada olan krokodildir bu. Heç yerdə yoxdur. What's the difference? between What's the difference with other crocodiles? these ones do first are small in size compared to the big ones, the Nile ones. This one are small in size, but exactly they live shorter than the Nile one. Okay. These ones do live for like 30 years only. Okay. For the Nile ones, they may reach 65 to 70 years. We are heading to see them Now who is sleeping or what? sleeping. Yatır, bu gözü açıq. Eyes, opening eyes, biz Yeah. okey, gözləri açıq yatır. Bilmirəm burada gözünün açıq olduğunu görmüş, amma yatıb. Uşaqlar, bu yetimçənin 6 yaşı var. Anası, atası o tərəfdədir. Yetim kimi atıblar bu yana tək qalıb. 6 yaşı. And he is sleeping too? Hala, bunlar hamısı yatırlar. Bu da yatıbdır. Uşaqlar, gözləri açıq və yatıbdır. Interesting. Çox maraqlıdır. Baxın. O böyüyəndə bu boyda olacaq uşaqlar. Oyda. This now. Oyda, qaqaş. These ones are Nile crocodiles. The biggest fish of crocodile we're having in Tanzania. Uşaqlar, green, yaşıl mamba. Ona baxın, görün, tərpənir bilməm, buradan selisiya yox. Çox qəşəngdir, dərisində soyulan vaxtıdır. Deməli, deyir ki, əgər bu ilan, bu mamba sizi dişləsə, sizin yarım dəqiqə, yəni 30 saniyə vaxtınız var sağ qalmağa. 30 saniyəni keçdiniz, vəssalam, öldünüz, getdiniz. Bunun zəhəri sizin bütün bədənə yayılacaq. Amma bu kobradır. Amma bu kobra sizi dişlədiyi halda deyirsin 30 dəqiqə vaxtınız var ki, sağ qalasınız. Okey, 30 dəqiqə yenə nəsə eləmək olar. As you can see the venom of the snake here in the glass. Dis. Yes. Bu da onun zəhəridir, bax, sıçradıb bura deyir. Mən buradan görsənmir, amma bura zəhər sıçrayıb. Okey. Uşaqlar görmürəm, bilməm başı necə gözür. Başı elə bir ki əzilib, fikir verirsiniz. Elə bir başı əzilib. Böyük deyil çox da, amma qıvrılıb deyənə anlaya da bilməm, böyüdür, böyük deyil.
Amma hamısı təhlükəli ilanlardır buradakılar. Bu yetim xamyakı atıblar bura, bilməm görmürsünüz. Baba, o yetim xamyak, da bu yetim. Bu yetim onun yeməyidir. O bunu yiyəcək birazdan. İndi nə vaxtsa, nə vaxt acısa bunu yiyəcək. İlana toxunmuşdum. Həyatımda ikinci dəfədir əlimə ilan götürürəm və su ilanı deyil, bu nəzərə alın. Bu səhra, where it's safari or forest snake. Forest snake. Hə, bu meşə ilanıdır. Dişləmir dediyinə görə, amma dişləyə də bilər. Okay. You may just put it around your neck. I can put it? Yeah, you may. It's okay? Yeah, it's very okay. Okay. Oğlum bu. Hara getdin? Gəl bura. Oğlum bu neyinir? It's very safe. It's okay? Yeah, it's very okay. Okay. Gördünüz uşaqlar, heç şey eləmir. İlan. Mas necəsən? Good. 20 dollarımı aldı o heç. Sonra giddə saldı yanıma. Gidə görə də məndən 200. Dedi nə verirsən ver, mən də 200 şilling verdim. Ki daha indi uşaq əziyyət çəkib gəlib bir adam danışır. Növbəti hacı oğlunu da belə buraxdıq getdi. Oturub yerdik, sərdik də. Mən bugün yemək yeməmişəm. Səhərdən küçələrdən yadıma da düşmür. İndi hacı oğlu adağıma gəldi, yadıma düşmür. Mən bugün yemək yeməmişəm. Ancaq kofe və sigaret, başqa heç. Yol üstü gedirdik. Hacı abiyə gedəndə gördüm belə qəbilə formasında şeylər var. Dedim saxla, bir dənə danış bunlarla. Saxladı, danışdı. Hi, may I take your video? Okay, saxladı, danışdı. 5 dollara razılaşdım ki, bunların evlərini çəkim və qəbiləsini çəkim. Ola evi girə bilmirəm. Evə bax, qıqır. Bunlar burada oydu, bu burada yatır. Bu burada yatır, qaqaş. Bu da bunun qablarıdır. Qabları, zadı bu şeyləri. Bir de bundan çıp bu şeyti. Çox dardı. Zorla keçirsən. Burada. Bax. Zorla keçsən. Belə evlər də var. Sama taxtadır. Burada palçıq vurublar. Amma bu pislərə heç nə vurmayıblar. Ancaq taxtadır. Bu hələ təzə evdir. Bunu hələ tikirlər. Palçığını vurublar yarımçıq. Tam vurmayıblar. Hələ tikirlər. Good. Thank you guys. Thank you. Mənə gələndə belə deməmişdim. Demiş tanıyıram da. Yolda soruşa gedirik. Səhv gedirik, düz gedirik, dərə təpə düz gedirik, daşırıq. Amma girib çıxa bilmirik və adam yolu bilmirik, ondan soruşur. Qurban olun, maşını xadavoyun bir sənə günə qoyub. Öz maşını deyil, götürdü, dəyişdi, başqasından maşın götürdü ki, mənim maşınım yaxşı vəziyyətdə deyil. Əslində, mənə elə ki, o bilirdi bu yollar belədir. Ona görə bu maşını götürdü. Cəmaatın maşınını xadavoyunu dağıdıb. Yəni, bu yolda mən şəxsən öz maşınımla üzünüzü sürətim olar 10. Okay, mənim sürətim maksimum olar 10. Siz benim maşın, xəbər yox deyəsin. Çoxdur da, yəni orada yaşayan tayfada olan adamlar. Bunların arasında Çaba deyə biri var. Qəbiləyə gələnlər, gedənlər hamı onu tanıyır. Yəni o çox məşhurdur. Çox pozitiv və enerji dolu, dinamik adamdır deyənə. Qəbiləyə gələnlər ancaq onu çəkirlər. Üzdə görsənən odur.
və dünyaca məşhur adam. Təbii ki, fərqində deyil, qəbilədə yaşayır yenə də, amma şəxsən mən Çabanı görüb gedirəm, Çaban görməyə gedirəm. Afrikada ən məşhur qəbilə adamını görməyə gedirəm. Ki, adamın özünün bu həyatdakı belə şeydən, məşhurluğunun nə dərəcədə olduğundan və nə yerdə olduğundan özünün xəbəri yoxdur. Hamı da tanıyır. Burada kiminsə Çaba deyir, Hacı, hamı bilir ki, Çaba kimdir, Çaba hardadır. İndi gedirik biz əslində Çabanı görməyə. Sabah Çaba ilə ov eləyəcəm mən. İnşallah. Bizi yolda saxladılar. Belə başa düşürəm ki, bura öz başına gəlib girmək olmaz məsələsidir. Nə qədər ödəmək lazımdır? Bu bilmirəm, mənə soxmaq istəyir ödəməni yoxsa necə? That I have $250 for it. Can you bring me here? You said yes. And I come here, you are saying you need give $120. Why? For the car. The jeep, you come for the Man, jeep. You listen pay me. fees. It's not my problem. It's not my problem. Mən nə dedim? Mən bilirdim ki, bu mənim başıma nəsə problem gətirəcək. Mən bilə-bilə girmişəm bu sivilin içinə. Okay. Bu da mənim başıma problem gətirib. Gəlib çıxmışıq. Burada bax, mən Azərbaycandan gələn bir şəxs turist. Mən bilirəmsə ki, burada hər bir qoruğa, hər bir yerə giriş müəyyən bir məbləğli pullandırsa, sən bunu məndən qabaq bilirsən. Bu birinci məsələ. İkinci məsələ. Sən gələnəcə 1000 adamla məsləhətləşmirsən telefonda mənim yanımda. Sonra gəlmirsən bura. Bu ikinci məsələ. Üçüncü məsələ. Sən mənimlə razılığa gəlmirsən. Lap danışmamısan, lap bilməmisən. Bunun mənim nə adiyyəti var? Sən bilirsən ki, mən bu adamla falan qədər qiymətə danışmışam. Gəlib burada bura çıxanda, sən bilirsən, mənə gəlib ki, $120 artıq verməlisən ki, biz buranı keçək, gedə bilək qəbiləyə. Bura ərazi UNESCO-nun tərkibindədir. Yəni hər adam buraxılmır. Buraxılırsa pul verilməlidir. Sən çıxart pulu verginə gedək biz. Gid götürməliyik, bir də vergi ödəməliyik. Qardaş, bunun mənə nə dəxlisi var? Bu problemi mən niyə həll eləməliyəm? Mən səndən soruşmalıydım, yəni belə bir problemlə qarşılaşacaq. Mən faktiki sənə demişəm ki, mən sənə falan qədər pul verirəm. Adam, apara bilirsən mən ora. Deyirsən, hə. Deyirsən, hə, çıx get. Mənim pulum da var, amma ona pul verən də öyle. İndi bəlkə indi yazılım gələr, birazdan axırda çıxanda, əgər tamamlasa işi axıra qədər, mən buna çıxardım, çayvə olaraq $20 yazıq da verərəm. Amma yazıq da deyil, qurtdur. Yazıq mənəm ki, məni yazıq görübdür, məndən istifadə etmək istəyir. Ki, mən ona imkan verəsi deyiləm. Özünə bu mənim problemim deyil, gel özün əllə gəl. İndi yəni buradan cəmatla işət edir, nə tərsə danışır orada, bilmirəm nə qədər. Bu da onun maşınında, cındır maşını ilə gətirib mənə buralara qədər. Mən yolda gələndə bilirdim, bu nəsə oqqa verəcək, axırda bilmirdim nə oqqa verəcək. O da məlum oldu mu verdi oqqa. Mən dirənəcəm də, nə olsun Afrikada. Bekarçılıqdır, Afrikada vəziyyət zordur. Məndən 200 aldı, gördüm nəsə söhbəti dəyişir, eləyir, o yan bu yan, ona zəng eləyir, buna zəng eləyir. Dedim, okey. Yalandan dedim ki, ver pulu bir dənə sahim görüm, sənə nə qədər pul vermişəm, verdi. Götürdüm, qoydum cibimə, dedim, məsələ pul verən deyiləm. Bu işlər bitəndə nə ödəniş olacaqsa, hamısını özüm ödəyəcəm, sənə heç nə verən deyiləm. Və axırda da nə qaldı, o sənindir. Əlavə də sənə $20 da hörmət eləyəcəm. Amma mən imkan verən deyiləm ki, sən pul xərcləyəsən və sən mənim pulumdan belə istifadə eləyəsən, məni belə alladasan. Sözümü dedim, indi qalıb kimə zəng eləyirəm, deyirsən gələcək, gid nə gedəsən. Bu problemlər mənim problemim deyil, qardaş. Okey, bax bununla məlumatımı verməyib mənə. Gəlmişəm bura, mənə deyir ki, biz pul ödəməliyik ki, burada qalaq, yataq. Bu iki dənə variantımız var. Ya bu kampdır, yəni şeydir, nə deyirlər buna, çadırdır. Və yaxud da gəlib otaqda qalmaq. Bunların da ayrı-ayrı qiymətləri var, bunları ödəməlisən. İndi mən onu da araşdıracağım, görüm nə qədərdir qiyməti, onu da söhbətini eləyəcəm. Kampda gecələmək məsələsi qaldı, çünki buna $20 deyirlər, amma otağa 30.000 şiling deyirlər. Bu $20-dan az eləyir deyənə. Mən ora getməyi tövsiyə etdim. Elə bu şofer qardaş da deyir ki, gedək otağa ən yaxşısı. Gedirik ora. Belə bir çirkabda yemək də qismətində var imiş. 2 dənə də yumurtanı vururlar kartofun üstünə. Okey, verirlər bizə. 3000 saldılar. Mənim yeməyim. Bu günlük yeməyim baba olacaq. Mənim bir günlük yeməyimin bu ikinci günlük yeməyimdir. Acından ölürəm deyənə burada yemək məcburiyyətindəyim. Nə qədər iyrənsəm də. Afrikada cəngərliyin ortasında sigaret axtarıram. Bir dənə markete gətirdim, motosikl sürən məni. Burada yoxdur.
Qardaş dedi ki, narahat olma, gəl. İndi məni salar ara yollara. Vallahi bilməm hara gedirəm. Dedi ki, burada var, mən həll edəcəm. İndi gedirəm, görüm mənə hara aparır. Dostlar, Afrikada en çok içilen içki konyak idi. İnan almaq istəyirəm. Sprite ilə bir yerdə içilir. Test eləmək istəyirəm, görüm necə bir içkidir. Sizə istəyirəm, birinci otağımı göstərim. Belə bir otaq veriblər kəndin içərisində mənə. Buna 30.000 şilling, yəni bizim pulundan harca 20 manat pul vermişəm. Tualeti, hamamı və belə əl yumağı yeri var. Geç saat deməli indi hal-hazırda 04:15'dir. Saat 04:30'da yola düşməliyik. Gidirik Qəbiləyə doğru. Gidirik Çaban yanına. Dostlar, gəlmişəm başqa bir şeyə, başqa bir qəbiləyə. Datoga what was name? Blacksmith. Datoga Blacksmith'e gəlmişəm. Deyir Masaylarla eyni idilər, amma bunların nə qədər eyni olsalar da fərqli adətləri, fərqli qaydaları, qanunları var. İndi girib onlarla tanış olacaq ki, fərqli olan adətləri, qaydaları, qanunları nədən ibarətdir? Say you. Hello, yes. Hey, okay, say you. Say you. Say hi. Say you. Say you. Say. Hamısı. Say you. Gəllər elimi sıxırlar mənim. Say you. Say you. Say you. O boyda bu ağsaqqallar ağı bir sərcə durub gəldilər ki, salamlaşsınlar bizlə. Say you. 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 Nəsə o orada. Onu ovur bilməm nədir o. Bu bunların yaşadığı, qaldığı evdir. Palçıqdan və ağacdan düzəlibdir. Belə bir şey özləri üçün bizim bağlarda, həyətlərdə elədiyimiz skamyakaları bunlar evin içərisində düzəldirlər. Ağzımın içinə girirlər hamısı. Şey. Ya. Kulaqlarına bax şöyle. Needles. Needles. Yes, they cut. Bunlar bu tatını gözünün ətrafına kəsərək eləyirlər. And you have, onda da var, baxın, düz üzünün ortasında, o birisində də gözünün ətrafında. Kəsirlər və düşünürlər ki, belə gözəl görsənlər. Onlar gözəlliyi belə anlayırlar. Wewe ni mahindi mpaka unatoka unga kabisa. Okey, bunların burada bir yeri var. Özlərinə fabrika kimi adlandırırlar təbii ki buranı. Dəmirdən düzəldirlər. Bax, burada doldu bir aparmışsınız Hacızabiyə. Eyni şeylərdir. Və bunun bir ağlamaya izah elədilər, bunu da deyim. Məsəl üçün, niyə görə hamısı belə deyil, bəzilərində bu dığır-dığır bir yerdə, bu kənar şeylər də var. Deməlidir ki, ağıllı heyvanlara bu istifadə olunur. Ağıllı heyvanlar hansılardır? Məsəl üçün, meymunlar. Meymunlara batdı, meymunun ağlı işləyir, götürüb bunu dartır, çıxardır. Bunu dartıb çıxardanda da ölsün deyənə bunu eləyirlər. Amma normal heyvanlarda tutaq ki, qabanı, donuzu, belə heyvanı tutanda elə bunun bu baş hissəsi kifayət eləyir. Bu hissəyə ehtiyac yoxdur. Bundan düzəldirlər. Deyir, bunu qızdırırlar, vururlar, qızdırırlar, döyürlər və nəticədə bunu düzəldib əldə edirlər. Bu da həmən onun sadə versiyasıdır. Dediyim kimi bu donuz, qabanza tutanda heyvanlara görə dəyişir də bir sözlə. Deməli, uşaqlar nə edirlər? Onu qızdırırlar orada. İstilicə dəmiri əritdilər. Əridəndən sonra tökürlər bunun içərisinə, forma verdilər. Ondan sonra digər söhbətlər gəlir, belə formaya çatır. Ondan sonra döyə formasını dəyişirlər, kəsirlər, düzəldirlər, əmələ gətirirlər. It's okay, amsar. Bu şey, bu adət ümumiyyətlə tək Datogada deyil də, bütün Masaylərdə bu var. Qulaqlarını, məsələn başqa qəbilələrdə də, o Efiopiyada səhv eləmirəmsə, boğazlarını uzadırlar ki, gözəl gör. Bunların gözəlliyi anlayışı biraz fərqlidir. Ona görə bu cür eybəcər variantlardan istifadə edib özlərini gözəl göstərməyə çalışırlar. Tatunu da yenə deyirəm, şey kimi eləmirlər. Bildiyimiz tatu deyil. Bunlar bıçağı götürüb qızdırırlar, kəsirlər, yara eləyirlər, yaradan tatu əmələ gətirirlər və düşünürlər ki, gözəl görsənirlər. Deməli, orada yazı getdi, mən başa düşmədim. Gözünün kənarında yumruğu tatu olan qadın var idi ya. Onun həm də sən demə, gözünün içərisində də tatu var imiş. Gözünün içərisini də yandırıblar, yəni ki, qara oydu. Yəni tatu eləmək okeydir, amma bunların elədiyi əldə qayırma tatu biraz
yəni nə dərəcə ağrıya çox qəribədir, çox. Vale. Walivyokuwepo njia, kwani tukitoka tutatoka na wapi? Xəbəriniz var idi də, şeydir bu söhbətin axırı necə qurtarır onu demək istəyirəm. Problemdən dolayı problemi həll etmək qərarı ilə belə deyim çıxdıq yola. Özüm pulu götürdüm, yazdım, pozdum, elədim. Nəticə etibarı ilə bunun mənim buna borcum qalır 200 min. Amma 200 minin də daxilində hələ bunun otaq pulusu da var. Onlara dəyib dolaşmıram. I am pay for your room. Food falan hamısı mənlik. I said I will help you. I said it. It's okay. $100. Okay. Sure. No problem. Have problems. It's okay. Good. Good. Thank you. Thank you. Adam nə qədər səbrənmə oynatsa da, nə qədər belə şeyləri bəyənməsəm də $100 artıqlaması ilə verdim. Yəni heç bir narazı qalmasın da, səhhətəyəm. Heç nə olmaz. Belə.